Ya Allah, salam aleykum hörmətli izləyicilər. Abşeron rayon Saray qəsəbəsində möhtəşəm bir dənə villa ilə qarşınızdayım. 14 sotun içində 2 mərtəbə bir dənə malikanə ilə qarşınızdayım ki, ev ideal, super. Nə tərif eləməyəcəm, nə bir şey. Ev özü səndən söhbət eləyəcək. Gözəl insanlar, evimizin hər tərəfini videoda açıq şəkildə görürsünüz. Həyətində gözəl bir dənə bulaq, sanitar qovşağı. Evimizin özü də tam fərqli bir dizaynda, tam fərqli bir təmirdə, ideal səviyyədə. Bir şey ki, ev sahibinin özü sənətkar ola da, yəni taxta dülgəri ola. Təkcə evin nərdivanını göstərəcəm, 10.000 manat evin nərdivanına pul qoyub. Bax evin hər şeyinə. Hər bir tərəfdən evə keçmək mümkündür. Bax, 1 metr hər tərəfdən gözlənilib. 14 sotun içində Çıxarış kənd təsərrüfatı. Tam 2 nömrəli məktəbin yanı. Asfaltın var, asfaltdan ikinci yerdir. Asfaltın qırağından, məhəlləsi asfaltdır. Bildiyin oliqarxlar küçəsidir, yəni oliqarxlar. Düzdür, mən özüm oliqarx olmasam da, amma bu küçədə qalıram. Bir dənə bağına bax buradan. 14 sotdur da, yəni gözəl insanlar. 14 sot. Belə bir səviyyədə evə sahib olmaq istəyirsənsə, bu videoya sonra kimi baxırsan və gəlirsən bu evə sahib olursan. Qardaş, bir dənə evin için göstərək. Tam 2 nömrəli orta məktəb. Bu evə podobyekt də deyərdim. Düz yolun qırağı, yoldan ikinci yer. 2 nömrəli məktəbin tam yanı. Gözəl insanlar, bax 9A 503. Ümumiyyətlə saraydan nə marşrut istəyirsənsə, sarayın tam mərkəzində, tam məhəlləsi asfalt qapısının ağzına kimi 2 mərtəbə sənə bir dənə lüks evlə qarşındayım. Lüks ha, buna villa da demək olar. Evimizin içindən başladıq. Bir dənə zəhmət olmasa geri çəkil. Bir dənə zəhmət olmasa fikir verin. Ev sahibi taxta ustasıdır, dülgərdir. Yəni özüm da pristav elə ki, mən sənə nə deyirəm də yəni. Evimiz 14 sotun içində bağlı, baxsalı, kef elə. Yenə də deyirəm, düz 2 nömrəli tam orta məktəbin yanı. Sənə ideal elə bir ev təklif eləyirəm ki, gözəl insanlar, bu günlərin bu evi alan elə bir jackpot apardı. Amma qəşəng də jackpot qiyməti var. Bax, videonun sonuna kimi qiymət deyəcəm sənə. Qapının məxsusən gözəlliyinə bax da yəni. Tam fərqli bir dizayn. Hörmətli izləyicilər, baxın, sizə bayaqlarım bir neçə dəqiqə əvvəl zalı gördünüz də, düzdür? Burada da bir dənə qəşəng bir dənə zal, stüdyo, mətbəx göstərirəm sizə. Akril mebelindən yığılmış kuxna mebeldir. Yəni bilən bilirdi akril mebelin qiymətin. Və evimizin hər bir tərəfindən baxın, reşotkası ilə təchiz olunub və evin hər tərəfindən də 1 metrdən çox məsafəsi var. Həyət üçün sanitar qovşağına kimi. Yəni mən buna villa demək istəyirəm də. Yəni bu normal sıradan 2 mərtəbə ev deyil. Evimizin patolog dizaynına kimi baxın, ideal səviyyədə. Çıxırıq sizə 2-ci mərtəbəni təqdim eləyəm. Tək bu nərdivanına ev sahibi deyir ki, 10.000 manat pul qoyulub. Bax, tək bu nərdivanına 10.000 manat. Sanitar qovşaqlarını göstərir.